Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-sində Respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etməyə arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 13 nəfəri vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində Respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib. Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri vətən müharibəsi iştirakçısıdır.